Salam dəyərli izləyicilər, bugün sizinlə Naxçıvan Muxtar Respublikası haqqında əsas xəritə biliklərinə baxacağıq. İlk öncə burada olan inzibati rayonlara baxırıq. Sədrək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad inzibati rayonları və Naxçıvan şəhəri burada yerləşir. Burada yerləşən Sədrək və Kəngərli rayonların mərkəzlərinin adları ilə öz adları üst-üstə düşmür. Məsəl üçün, Sədrəyin mərkəzi Heydərabad qəsəbəsidir, Kəngərlinin mərkəzi Qıvraq qəsəbəsidir. Yəni, sual belə də gələ bilər ki, hansı inzibati rayonların mərkəzləri şəhər deyil, qəsəbədir? Deyirsiniz ki, Sədrək və Kəngərlinin mərkəzi şəhər deyil, qəsəbədir. Və burada silsiləyə baxsaq, məsəl üçün, Zəngəzur silsiləsi hansı rayonlar ərazisində yerləşir? Ordubad, Culfa və Şahbuz rayonları ərazisində yerləşəcək. Və həmçinin Zəngəzur silsiləsinin ən yüksək yeri Qapıcıq dağı Ordubadda yerləşir. 3904 metr hündürlüyü var. Parağaçay, Diyaqçay, Molibden yataqları, Gidancay mənbəyi, Mənsəbi Ordubad rayonu ərazisində yerləşəcək. Culfaya baxsaq, Culfada İlan dağı görə bilərik, 2415 metr hündürlüyü var və Darıdağın isə 1927 metr hündürlüyü var. Və Darıdağ mineral bulağı da Culfada yerləşir. Sonra gəlirik Şahbuz rayonuna. Şahbuz rayonunun bir tərəfində Zəngəzur silsiləsini, bir tərəfində isə Dərələyəz silsiləsini görə bilərsiniz. Dərələyəzin ən yüksək yeri olan Küküdağ 3720 metr hündürlüyü var və Şahbuz rayonunda yerləşir. Həmçinin Zəngəzurda Biçirək aşımı 2346, bu da Şahbuzdadır və Camaldağ 3204 və Şahbuz rayonunda yerləşdiyini qeyd edirik. Şahbuzun ancaq Ermənistanla sərhəddi mövcuddur. Gəlirik Babəkə. Babəkdə biz Bayxır və Sirab mineral bulaqlarını qeyd edə bilərik. Keçək buradan Şərura. Şərurda Arpaçay su anbarını görə bilərik. Həmçinin Arpaçay Şərurdan axır və Araza qovuşur. Yəni ki, Arpaçay mənsəbi Şərur rayonunda yerləşəcək. Burada dedik ki, bir dənə Şahbuzdur ki, Ermənistanla sərhəddə malikdir. Digər ölkələr həm Ermənistan, həm də İranla sərhəddə malikdir. Sədərək həm Ermənistan, həm İran, həm də Türkiyə ilə sərhəddə malikdir. Yəni 3 ölkə ilə sərhəddə yerləşən rayonumuz Sədərək rayonu sayılır. Burada yerləşən inzibati rayonlar Arazın sol sahilində yerləşirlər. Bir dənə Şahbuz rayonudur ki, Arazın sahilində yerləşmir.